Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Xatirə İslamın anasının doğum günüdür. Onun sosial şəbəkədə yepyeni görüntüləri paylaşılıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Bugün nə edəcəyik ondan danışaq. Bugün gedirik təzə mahnıma nəsə çəkməyə. Klip çəkəcəyik. Mən bugün klip maker eləyəcəm. Sən bugün elə qəşəng bir şey çəkəcəksən ki, partlayış. İnşallah, inşallah. Bax belə mahnı deyirəm sizə. Əvvəlcə gedək toyumuzu yola verək. Lezvan gətirin. Lezvan gətirin. Yox, yəni ki, bu fikir ver. Çox qəşəng arıqlamısınız. Çox gözəl. Mən dərddən arıqlamışam. Mən bu çolkamın dərdindən arıqlamışam. Allah'ın da olsun çolkam uzanmır. Bax bu nə işdi mən düşmüşəm, bunu tapa bilmirəm hələ bunun yolunu. Mən yandıram bir sənləri. Bu çolkam günü-gündən gödəlir, Allah'ın da olsun. Yəni mən gözləyirəm ki, bu gün uzansın da, günü-gündən uzansın. Bu da günü-gündən gödəlir. Mən neyniyim? Dala gedir. Ola bilər Məhəmməd, mən yatanda axşam mənim saçımı kimsə kəsir. Bu günü-gündən qısalır. Yenə keçən həftə bunu belə eləyə bilirdin. Quran haqqı indi getmir. Allah haqqı getmir. Aklımı alıyor bu kız benim, bu kız benim, bu kız benim. Gülüşü, bakışı, o elleri, gözleri yemyeşil. Yaxşı, Necə? annəmə çox istəmirsən, yaxşı kağıt deyə vermişmişdim. Can, yox, qaynanam çox istəyir məni, çox istəyirdi, rəhmətə gedib. Allah ölənlərinizə rəhmət eləsin. Bugün özüm şəxsən ət alıb, özüm şəxsən kabab bişirəcəm. Allahın izni ilə. Bu haranın ətidir, qardaş? Ağcabədi. Ağcabədi. Ağcabəddə, Ağcabəddə. Salam Eşqətiz. Görün, salam, salam. Sağ olun, siz necəsiz? Bizim dükana gəldim. Bu zonadayam, ət alıram. Zaur gətirib mən bura. Görün necə səliqəlidir. Baxın, görün nətər səliqəlidir. Baxın, görün. Görün də bunu hələ mən nətər bişirəcəm. Həyatımda 2 dəfə kabab bişirmişəm, qardaş. Cəmi 2 dəfə. Yəni dünya tarixində mənim kimi kabab bişirən ağlınıza gəlməsin ha. Baxın xala, görün nə alıb sizə. Bu həmişə lazımlı şeydir. Bugün mənim canım qaynanamın doğum günüdür. Və Tural da ona xeyirli övlad olaraq təbrik edirəm xala sizi. The angels up in the clouds are jealous knowing we fell.